Dəyərli izləyicilər, hal-hazırda biz Qəhrəmanlar Diyarı Biləsuvarımızın mübariz küçəsi olan, Qırmızı çayın yanında olan Fəxrəddin, rəhmətli Fəxrəddin evindəyik. Oğlu Niyaməddinin başında şiş olduğu üçün mənim də ayağım çartdaqdır. 4-5 gündə ayağım çartdaqdır. Çartdaq olsa da belə, yəni mən də istəyirəm ki, gənclərimizdə belə deyim, əziyyət çəkməsin xəstəlikdən. İmkanım çatdığı yerdə gəlim təmənnasız xalqın köməyi ilə dəstək olun. Bax, hal-hazırda da maşınla gəlmişik. İndi maşınla da gedəcəm. Yəni 1 saat gəldik, yolduq. Min şükür Allaha. 158 manat pulu var. İndi 42, belə deyək ki, 20.000 manat lazımdır. 20.000 manat. 158 manat yığılıb. Bugünkü gündən start verilir. Dəstək olanlara təşəkkürümüzü bildiririk, var olsun deyirik, xahiş edirik. Allaha xatir gəlin dəstək olan xəstələrə, imkansızların yanında olalım ki, o xəstələrimizə əvvəl alsın. Sən də nəsə söz? Kim xalqımızdan kimi, Allah vardan, kömək olmayandan da razı kimi. Allah razı olsun. Çox sağ ol. Allah xeyrat olan kimi. Təşəkkür, var olasın.